1996-cı ildə Naftalan şəhərində anadan olmuşam. Valideynlərim həkim olmağımı istəməyimə baxmayaraq, mən Naftalan kimi təbii resurslara sahib olan bir şəhərdə anadan olduğum üçün istiqamətimi bu sahədə davam etdirməyi düşündüm. Gərgin və məqsədyönlü elmi tədqiqatlarımı tez müddətdə bitirdiyim üçün 2024-cü ildə müdafiə edərək 2025-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüm. Elmi nailiyyətlərim bir sıra yerli və beynəlxalq məqalələrdə, patentlər və monoqrafiyada öz əksini tapmışdır. Elmi tədqiqatlarımın nəticəsi Rusiya, Polşa, Türkiyə, Moldova, Belarusiya kimi ölkələrdə təqdim etmişəm. Həmçinin hal-hazırda Azərbaycan Elmi Fondunun maliyyələşdirdiyi əsas qrant müsabiqəsinin qalibi olmuşam və rəhbəri olduğum layihədə tədqiqatlar davam etdirilir. Qeyd etmək istəyirəm ki, 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən ilin gənc alimi diplomu ilə tərtib olunmuşam və hal-hazırda ölkəmizdə ən gənc qadın aliməm.